Salam əziz izləyicilər. Test üçün yenə Reading Part 5-nə baxacağıq. Burada e-maildir. Yalnız bir söz yazılacaq. Birincidə nümunə verilib. Yəni 0 olan hissədə. Hi Amanda, guess what? Təxmin elə ki, nə olub mənasında. Last week verib burada. Burada yazacaq last week. Keçən həftə. I met, görüşdüm Piri Stevens'lə. Kimmiş bu? Popstar. Article qoyuruq. Popstar təyin eləyir. He sat next. Next bilirik ki, to ilə işlənir. Next to yanaşı mənasındadır burada. Ona görə to ilə işlənir. He was really nice. He was going to visit her grandmother. Glasgow-da yaşayan nənəsindən söhbət gedir. İnsan anlayışıdır. Biz demişdik ki, burada hansı relativ pronoun, yəni nisbi əvəzli işlədə bilərik. Əgər insansa who və ya that işlədə bilirik. Amma qeyri-insan olsaydı which və ya that işlədə bilərdik. He said, o deyir ki, he lived there, orada yaşayıb until a few years ago, bir neçə il əvvələ qədər, keçmiş zamanda, ona görə a few years ago olacaq. I told him, ona dedim ki, onun nə qədər, onun musiqisini nə qədər çox sevdiyimi, nə qədər çox, yəni how much, much verib zaten. How much I loved, yəni normal cümlə çevirsə, I loved his music much kimi ya da nə qədər çox mənasında işləyir. He email address mənə verdi, deməli elektron postunu. He keçmiş zamanda həm də. He gave me his email address and told me, yəni keçmiş zaman kimi davam edir.